Həm giriş, həm nəticə hissəsinin planı ola bilər. Giriş hissəmizə nəzər salırıq. Deyilir ki, dünya xalqlarının mətbəxində geniş yayılmışdır. Bu şirniyyat çox sevilir və mühüm əlamətdar günlərdə süfrəmizin əsas bəzəyidir. Nəticədə də qeyd olunub ki, tort üçün ləvazimatlar baha idi. Ona görə ancaq varlılar alırdı. Zaman keçdikcə rəqabət artır, daha uyğun variantlar çıxır və tort məclislərin çoxunun sevimli desertinə çevrilir. Hər ikisi üçün ortaq cəhət kimi seçə bilərik ki, məclislərin sevimlisidir. Çünki dünya mətbəxində yeri bu əsas hissəyə aiddir. Bazarda rəqabət bu da əsas hissəyə aiddir. Varlıların deserti yalnız nəticəyə gedir. Uyğun qiymətli şirniyyat. Bunu da nəticə hissəyə uyğun variantlar çıxdı. Nəticə hissəyə aid etmək olar. Çünki girişdə uyğun qiymətli olması qeyd olunmayıb.